İrəvanın Moskvaya 30 illik sözü ortaya çıxdı. Zəngəzur dəhlizi ilə bağlı yeni vəziyyət. Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz. Uzun müharibəyə hazırlaşın, yeganə yol budur. Ermənistan KTMT-yə qayıdır. Türkiyənin Qaradənizdə vurduğu PUA ilə bağlı açıqlama. Rusiyanın 7 regionuna PUA hücumu edildi. Azərbaycandan yola salınan neft məhsulları Ermənistana çatdı. Nazir anons etdi. Azərbaycanda ətin qiyməti yenidən dəyişir. Son dövrlərdə Rusiya və İranın Zəngəzur dəhlizinin açılmasına qarşı mövqelərinin yenidən aktivləşməsi regionda diqqət çəkən geopolitik gərginlik yaratmağa başlayıb. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistanı birləşdirən tranzit yolu deyil, həm də regionda enerji və ticarət axınlarını formalaşdıran strateji marşrut kimi önəm daşıyır. Rusiya və İranın mövqeyi bu dəhlizin açılmasının onların regional təsir imkanlarını məhdudlaşdıracağı qorxusundan irəli gəlir. Onlar həm iqtisadi, həm də geosiyasi maraqlarını qorumaq məqsədi ilə Azərbaycanın təşəbbüslərinə qarşı çıxır. Eyni zamanda Cənubi Qafqazda yeni balansların formalaşmasına təsir göstərməyə çalışırlar. Qlobal İnfoaza danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, 2021-ci ilin məlumatına əsasən Ermənistanda dəmir yollarının ümumi uzunluğu təxminən 700 kilometrdir və bunun demək olar tamamı Rusiyanın nəzarətindədir. O cümlədən dəmir yolları kadrları, dispetçerlik və texniki istismar Rusiya standartlarına bağlıdır. Belə ki, Rusiya dəmir yollarının subsidiarı olan Cənubi Qafqaz Dəmir Yolu şirkəti 2008-ci ildə Ermənistandan 30 illik konsesiya alıb. Başqa sözlə, Rusiya ən azı 2038-ci ilədək Ermənistanda mövcud dəmir yol sistemini idarə etməyə davam edəcək. Konsesiyanın ləğvi dövlətlərarası kommersiya hüquqi elementləri daşıyaraq beynəlxalq arbitraj milyardlarla dollar kompensasiya riski daşıdığına görə yaxın və orta perspektivdə nəzərdə tutulmur. Lakin baş nazir Nikol Paşinyan yeni layihələr, sazişlər vasitəsilə bir sıra strateji sahələrdə, o cümlədən enerji, mədən və təhlükəsizlik sahələrində Rusiya təsirini azaldıb. TRIP layihəsi Ermənistanın Rusiyadan həm də strateji sayılan dəmir yolları vasitəsilə beynəlxalq nəqliyyat logistika imkanları əldə etməsində, dünyaya çıxışında asılılığının azaldılması baxımından əhəmiyyətlidir. Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etməklə qeyri-obyektiv davranıb. Bunu Milli Məclisin sədri Sahibə Qafarova 19 dekabr tarixində keçirilən iclasda deyib. O bildirib ki, qətnamədə yer alan siyasi məhbusların mövcudluğu, akademik azadlıqların pozulması kimi ittihamları qətiyyətlə rədd edirik. İnsan hüquq və azadlıqlarının müdafiəsi yalnız dövlətin suverenliyi prinsiplərinə riayət edilməklə qorunmalıdır. Ölkəmizdə demokratik təsisatlar fəaliyyət göstərir. Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz. Uzun müddətli və geniş miqyaslı hərbi qarşıdurmaya hazırlaşmaq vacibdir. Bunu Kremlin ideoloqu kimi tanınan Rusiyalı filosof Aleksandr Dugin deyib. Bitməmiş müharibə qaçılmaz olaraq münaqişənin davam etməsinə səbəb olacaq və Rusiyanın mövqeyinin hər hansı bir şəkildə zəifləməsi əks proseslərə səbəb ola bilər. O bildirib. Dugin həmçinin iddia edib ki, Avropa Birliyi 2030-cu ilə qədər Rusiya ilə tam miqyaslı müharibəyə hazırlaşır. Onun fikrincə, Ukraynadakı münaqişənin nəticəsi gələcək dünya nizamını müəyyən edəcək. Söhbət tək qütblü dünyaya qarşı mübarizədən və konturları hələ də bəlli olmayan çox qütblü sistemin formalaşmasından gedir. Qələbə suverenliyi təmin etməyin və onu əbədiləşdirməyin yeganə yoludur. Ermənistan KTMT daxilində fəaliyyətini dayandırıb. Bu da İrəvanın siyasi rəhbərliyinin təşkilatla bağlı hazırki mövqeyini əks etdirir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmagambetov deyib. Bu, müstəqil və suveren bir dövlətin qərarıdır və heç bir başqa dövlət və ya təşkilat buna təsir edə bilməz. Ermənistan bizim müttəfiqimiz olub və belə də qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam hüquqlu iştirakına qayıdacaq. Bunun üçün bütün şərtlər və
ilkin şərtlər mövcuddur. Biz Ermənistan xalqının Avraziyada ortaq təhlükəsizlik məkanını yaratmaqdan maraqlı olduğunu düşünürük. Bundan əlavə, noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi Respublikanın KTMT-dən çıxması məsələsinin müzakirə mövzusu olmadığı barədə bəyanat da verib. O bildirib. Türkiyənin Ədliyyə Naziri Yılmaz Tunç bir müddət əvvəl Qara Dənizdə F-16'lar tərəfindən məhv edilən naməlum PUA ilə bağlı açıqlama verib. Nazir Türkiyə Böyük Millət Məclisinin idarə heyətində büdcə müzakirələri zamanı bu məsələyə toxunub. O bildirib ki, insidentlə bağlı hələ də araşdırmalar davam etdirilir. Qara Dənizdən hava məkanına daxil olarkən nəzarətə götürüldü. Münasib zonada F-16'larımız tərəfindən məhv edildi. Kiçik cihazdı. Vurulduqdan sonra çox kiçik hissələrə ayrıldı. Hansı ölkəyə məxsus olması ilə bağlı hər hansı dəlil aşkarlanmayıb. Araşdırmalar aparılır. Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16'lar Qara Dəniz üzərində hava sərhədini pozan PUA-nı zərərsizləşdirmişdi. Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 94 PUA vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə Rostovda 36, Belqradda 17, Voronejdə 15, Xəzər dənizi üzərində 7, Samara və Həştərxanda 6, Azov dənizi suları üzərində 5, Kursk və Krasnodorda isə 1 PUA zərərsizləşdirilib. Azərbaycan mənşəli 1300 ton tutumlu AI-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb. Bu barədə Ermənistan Respublikasının İqtisadiyyat Naziri Gevorg Papoyan özünün Facebook səhifəsində yazıb. Bəlkə də bu təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra deyil, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir. Nazir qeyd edib. Azərbaycanda son illər heyvandarlıq sahəsində azalma müşahidə olunur. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun sözlərinə görə 2024-cü ildə ölkədə 2,5 milyon baş iri buynuzlu və 6,9 milyon baş xırdabuynuzlu heyvan qeydə alınıb ki, bu da son 3 ildə müvafiq olaraq 6 və 11% azalma deməkdir. Məsələ ilə bağlı Qlobal Infoaza danışan ekspert Həzi Eynalov bildirib ki, daxili istehsaldakı azalmanın idxal hesabına kompensasiya olunması mümkündür. Onun sözlərinə görə əsas şərt idxal olunan məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsidir və qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən nəzarət tədbirləri görülür. Ekspert vurğulayıb ki, əsas prioritet daxili istehsalın gücləndirilməsi və dayanıqlı strategiyanın formalaşdırılmasıdır. İqlim dəyişiklikləri və digər amillər istehsalda müvəqqəti azalmaya səbəb olsa da, idxal bazarda tarazlığın qorunmasında mühüm rol oynayır.